Salam aleyküm. Çok hoş gördük sizi. Çok sevinirəm Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 5-ci bölümün başlayıram. Birinci bölümdə həmişəki kimi teoridən danışacağıq. Sonra da gələcəyik teori qismətdən danışaq. Dünənləri dostlardan bir-ikisinə bir xəbər göndərdim. Xahiş elədim o xəbəri. Çox qısa xəbər, onu yazsınlar. Mən dostlardan o xəbəri göndərəcəyəm. İstəyəcəyəm ki, o xəbəri mənə desinlər ki, xəbəri ərzişləri ya qiymətləri nələrdir? Yəni, o xəbəri niyə yaymağı, onu niyə seçirik? Məsələn, fikir edin ki, 20 dənə xəbər görmüşük, istirik 20 xəbərdən 7 dənə xəbər seçək, 6 dənə xəbər seçək, yayaq. Niyə gərək o xəbəri yayaq? Onun ərzişləri 2-ci sənəfdə dedik 7 dənədir, onlardan hangisi vardır? Onun üçün dostlardan xahiş edəcəyəm, onu yazsınlar. Amma bu günləri teorik bəhsdə yenə qeyd edirəm, nədir olur bir xəbər nəhai şəklində çıxır. Bəşli mən təxtəmi gətirim asın yerinə, yəni burada okey. Mənim kameram əyridir ya bura əyridir? Baş tapmıram. Niyə beləsi görsəniz? Bu gərək düz görsənə. Hətta mən əyri qoymuşam. Bilmirəm niyə beləsidir. Tamam. Bu günləri istəyirəm görək ki, vaxtı bir dənə xəbər gəlir bir veb-sayta, bir televizyona, bir radiola ya bir ruznamədə, bir məcəllədə çap olur. O çap olan xəbər hangi mərhələlərdən keçər? Gələr, çap olar. Ərz edeyim xidmətinizə, buna deyirlər ki, hangi ünsürlər, hangi şeylər xəbərin nəhai şəklinə çap olmuş ya iraə olunmuş şəklində təsir qoyur. Yaxşı. Burada bir neçə dənə mən yazıram, diqqət buyursaz. Birinə deyirlər dərun sazmani. Pəs xəbərin son şəkillənməsində təsiri olan ünsürlər. Xəbərin son şəkillənməsində təsiri olan ünsürlər nələrdən ibarətdir? Birincisi, xəbəri verən yerdir. Xəbərin yaranan yeri, yaranan. Yəni, o yeri ki, xəbər orada yaranır, ora xəbərin nəhai şəklin tədir. Yəni, o, məsələn deyirik, bir dənə idarədən bir dənə xəbər gəlir. Bir dənə hizbidən bir xəbər gəlir. O xəbər xam xəbər deyil. O xəbəri o idarədə oturublar, tərrahlıq eləyiblər bizə. Bu nədir deyilsin? Yəni, onlar oynamaqların oynayıblar ki, o xəbəri elə yazaq göndərək, bu xəbər çap olsun,
adamlar oxusunlar. Niyə? O xəbəri əsli göndərən adamların hədəfləri budur ki, bizim zehnimizlə oynayırlar. Əvvəl xəbərnigarların zehni ilə, xəbərnigarların, yazanların zehni ilə oynayırlar. Sonra da oxuyanların zehni ilə oynayırlar. Pəs xəbərin nə cür yaranmasın? Onlar əvvəldə sazman veriblər. Rəvabit ümumilərdən, idarələrdən, şirkətlərdən, dövlətlərdən gələn xəbərlərin hamısı qabaqdan hazırlanıbdır. O şeyləri ki, xəbərdə deyilməməlidir, deyilməyibdir və deyilməyəcək. O şeylər ki, o dövlətin, o şirkətin, o karxananın, o adamın nəzərinə deyilməlidir, oralı deyəcəkdir. Məsələn, deyək ki, xəbər gəldi ki, Şahrudi bimaristandan qaçırtdılar İrana. Bunun mənbəyi İran deyil. Bu xəbərin mənbəyi İran deyil. Bu xəbərin mənbəyi yazan, o yeri ki, bu xəbəri göndəribdi, Alman da deyil, Alman dövləti də deyil. Şahrudinin adamları, rəvabit umumisi də deyil. Bu xəbərin əslən bu ki, qaçmaq kəlməsi var. Qaçmaq sözü bunu göstərir ki, bunu yazan nə Alman dövlətidir, nə İran dövlətidir, nə qüvvə qəzaiyədir, nə də bir şey. Bunu yazan bir adamdır ki, o şeylə müxalifdir. Diqqət buyurun, xod bu kəlməyi qaçmaq ya fərar. O kəlmə deyir ki, bu xəbəri nə amacla yazıblar. Mən o, yadınızda olsa kəlmənin bəhsində deyəndə dedim ki, hər kəlmədə 10 dana məna var. Qaçmaq mənasına diqqət eləsəz, çox mənfidir. Bu tərəfdədir, bu tərəfdə deyil, müsbət tərəfdə deyil. Bunu göstərir ki, bunu yazanlar hətta herfeyi xəbərini göndərirlər. Bunu göstərir ki, burada bir siyasi dava var. Pəs, xəbərin mənbəyi ki, göndərir bizə, xəbər ona bağlıdır, o özü bunu sansur edir. Sansur eləməklərin elir bizə göndərir. Məsələn, indi dünənləri bir xəbər içi dedim, danışıblar, indi hər kəs idi, deyibdi, yadımda deyir, deyibdi ki, neçə milyard tümən, 90 milyard nə qədər Urmunun, Azərbaycan Qərbinin sənayeinə borc verilibdir, vam verilibdir. Yəni 27% işlir, 73% karxanalar tətildir. Amma xəbərin mühümmi, dostlar titr vurublar, sağ olsunlar, amma xəbərin ən mühüm tərəfi budur. O 73%, o 27% ki, işçilər 90 milyard tümən borclu düşüblər dövlətə, banklara. Sudu neçədir, nuzulu neçədir, bunun ribası neçədir, 20 neçə dərsətdir, ya hər neçə dərsətdir, bilmirəm. Pəs, xəbər sansur olar. Bunu deyim. Xəbərdə sansur bir adi bir şeydir. Sansur olar. Kim sansur elər? Xəbəri yaradan yer. Hər kəs onu yaradır, o xəbəri, o istədiyi şeyləri ki, desin deyər, o şeyləri ki, gizlətməlidir, deməməlidir, onları deməz. Onlar sansurdur, sansur belə olar. Məsələn, əgər istəyək ki, bu adam əməli cərrahi olmadı, qaçdı, bunun məsələn bir əmələ ehtiyacı var idi, qoymadıq, o olsun, onları deməzlər. Bu olar sansuru xəbəri. Bəs xəbərin, sansurun, hətta buna deyə bilirik bu bəhsə sansuru xəbər. Xəbər sansuru nədir olar? Ya haralardan xəbər sansur olar? Biri, xəbər yaranan yerlər istədiyi şeyləri istərlər desinlər, istəmədiyi şeyləri deməzlər. Ona görə də sansuru xəbər yaradan. Məsələn, o adam demir ki, 73% sənaye Azərbaycanda
Qərbi Azərbaycanda tətildir. 23% idi, 27% idi ki, işçilər. Onlar da 90 milyard tümən borc alıblar. Nuzulu məsələn 90 milyardın, diqqət buyurun, 90 milyardın bölsaq 20% nuzula, ildə görün ki, neçə milyard, 100 milyard olsa gərək ildə 20 milyard bunlar nuzul verələr. 20%'dən. Məsələn, ya 19 milyard, ya 18 milyard gərək nuzul verələr. İldə. O karxanaların işi nədir ki, eləyə bilərlər ildə 20 milyard sərmayə tolid eləyələr, xaricərlərinin, istehlakın, 1000 dana xərzin pulun verəndən sonra, maliyyatın, ağır maliyyatları verəndən sonra eləyə bilərlər, banca da 20% verələr, özlərində bir 2-3% də özlərinə qalar. Bunu deməz. O mənbəyi xəbər sansür elər xəbəri, xəbərin birazını deməz. İkinci amili ki, xəbərin sansurunda təsiri vardı. Ha, indi buna farsça deyirlər ki, dərun sazmanı. Dedim, xəbər çıxan yer. İndi biri burun sazmanıdır. Yəni, 2, xəbərin yayılan yeri. Xəbərin yayılan yeri. Yəni, nə demək? O yerdə çox xəbər yayılır, o özü sansur elədi, onu ötürdü, nəyi deməmək istəyir, nəyi millət bilməsin, onları dedi. İndi gəlir ikinci mərhələ, xəbərnigarın əlinə gəlir, əslən bir xəbərnigar oturub da oxuyur, məsələn bir dana ruznamədən danışsaq, ya bir dana böyük veb-saytdan danışsaq, məsələn Günnaz TV-nin veb-saytından əgər danışsaq, gündə burada çox xəbər yayılanda 25 xəbər yayılır. Amma xəbərnigarlar neçə xəbər içindən 25 xəbəri seçirlər. Bəlkə 200, 300, 500 xəbərin içindən 25 xəbər seçirlər. Yəni, əgər 500 xəbər görərlər, 500 xəbərdən sadəcə 20'sin yaysalar, yəni 480'ını atırlar eşiyə. Niyə atırlar eşiyə? O əvamili ki, burada var odur. Biri budur ki, o qədər personel yoxdur yazsın. Naçardır, sansur eləsin xəbərləri. Hətta o 500 xəbərdə yaxşı xəbərlər var ha. Amma məcburdur sansur eləsin, personeli yoxdur yazsın. İkincisi, budur ki, çapı, ya radyo olsa, televizyon olsa, zamanı yoxdur belə xəbəri desin. Onun üçün də o da bir amildir ki, sansuru bizə özün qalib elərik. Bəs xəbər məcbur olur xəbərnigar ya sazman xəbəri neynəsin? Xəbərləri seçsin. Öz mənfəəti əsasında, öz baxışı əsasında, düşüncəsi əsasında xəbəri seçir. Biri də ki, onlardan ki, bu xəbəri yayan yerlərin üst sansurunda təsiri vardır, agəhidir. Məsələn, Günnaz TV agəhi yaymır. Yaymadığı üçün heç xəbəri sansur eləməyə xarici bir zor yoxdur. Amma o birisi medialar ki, agəhi yayırlar, onlara o mərkəzi ki, xəbəri yaradır. Ustandarı, fərmandarı hər yer göndərir ora. Bunlar bilirlər ki, əgər o xəbərə sansur olan yerləri yazsalar, agəhləri qət olacaqdır, yatacaqlar. Məcburdular sansuru qəbul eləsinlər, onu yazsınlar. İndi sansurdan sonra, əgər yadınızda, lütfən mənim yadıma salın. Mən deyim ki, sansurla mübarizə nəcürdür. Bunu bir ayrı cələsində də deyəcəm, amma bu günləri deyim. Pəs, biri də odur ki, agəhi verən yerlər pulları tüm vardır, ruznamiyə, radyo, televizyona, məcəlliyə, veb-sayta pul verirlər ki, bu agəhini yay. Əgər o verdiği xəbəri
onlar verdiği kimi sansürlü yaymasa o pulu kəsərlər. O pulu kəsəndə o ruznaməyi, o məcəllə düşər çətinliyə, der nəticə baş əyir pula. Pul eləyə bilir ki, sansür icad eləsin. Bu da bir yerdir. İndi yayılan yerdə deyək 20 dana xəbər gəldi. Biz əvvələn bunun 480'ını sildik. Niyə? Ya ruznaməmizin, radyomuzun, televizyonumuzun siyasəti ilə düz deyil, ya bu medyanın baxışı ilə oxumur. Dedim, heç bu yalandır ki, deyirlər bir tərəfdir. Xəbərin seçməsi, həman 500 xəbəri verirsiniz, fəqət 500 xəbər verin 500 dana ruznaməyə, onların hərəsi bu 20 danadan, bu 500 danadan 20 dana yaysın, həqqləri olsun. Hərəsi birini yayacaqdır. Çox azı müştərək olacaqdır. Niyə? Çünki baxışları fərq edir xəbərə və cəhonbiniləri fərq edir, mənafiləri fərq edir, sansür mənbələrinə, mənfəətlərindən dolayı yaxın olmaq, uzaqları. Mənfəət həmişə maddi dəyər, yadınızda qalsın, bəzən dostluqdur. Məsələn, mənim bir dostum vardı filan veb-saytıda. Bir dənə xəbər vurublar Azərbaycan zidli. Mən götürürəm o dostuma, yazıram ki, salam aleyküm, çox sağ ol, bu xəbəri yazmışsan, amma bu Azərbaycan zidlidir. Olsa bunu sil da, ya bunu dəyiş da. Gözüm üstə sildi getdi. Buna deyirlər ki, xəbərin yayılan yerlərində o iradlar ki, bahis olur, sansür olsun, biri də budur. Bir ən mühüm nədir? 2 dənə ən mühüm sansürdə mühüm məsələ var. O 20 dənə xəbərdə ki, yayılacaq. Bu 20 xəbəri ki, yayılacaqdır. Hangi veb-saytda, ya ruznamədə, ya məcəllədə, ya şəbəkə, sosial şəbəkələrdə o 20 xəbərin yayılmasında 2 dənə mühüm məsələ var. Bunun adına deyirlər dərvazəbani. Bilmirəm ki, bunun nə deyək buna? Qapıçılıq. Qapıçılıq. Qapıçılıq nə deməkdir? Qapıçılıq qədim dərvazalar var idi, şəhərlərdə qələlər var idi. Qələdən şəhərə girməyə dərvazadan girəkçiriydi. Orada nicəhban olardı. Nicəhban qapını axşam azanında bağlardı, səhər əzanında açardı. Ondan sonra da adamları girəndə bunlardan baxardılar, görsünlər kimdilər, nə qarədilər, nəyə gəliblər, ya da öz başına, hər kəs başını salıb şəhərə girə bilməzdi, ya hər kəs şəhərdən eşiyə çıxa bilməzdi. Baxardılar, görərlər ki, adam oğru deyil, əyri deyil, xəlqin malını aparmır, filan bəhman. Ya, misalı biraz qədihdir, amma gözəldir. Təbrizdə bəzi ümumi tualetlər var, orada görərsiniz ki, bir nəfər oturubdur, aftafa məhsuludur. Yəni, sən gedərsən orada ər atasan deyəsən, mən qırmızı aftahanı götürüm gedim, qışqırar üstüvə ki, hey, mən burada oturmuşam, sən qırmızını götürmə. Onun yanında 50 dən aftaha var, o gedər özü birini götürər, verər ki, yəni, mən burada bir adamam da. Qapıçılıq da belə bir şeydir. Mətbuatda, radioda, televizyonda, web-saytlarda qapıçı olar. Dərvazəban xəbər. Xəbərin qapıçısı olar. Bu xəbərin qapıçısının işi biri, əvvəlincisi xəbərniqardır. Xəbərniqarın əlinə o 20 xəbər düşür, bölürlər xəbərniqarların arasına, yazanların arasına. O yazıcılar baxır, bu xəbəri mən nə cür yazacağam, bunu düşünür. Bunu mənim midyam nə istir məndən? Mənim müxatəblərim nə istir məndən? Bunu düşünərək onu sansür edir. Onun dəyişdirir formətin, o cür ki, özü, əvvəl öz siyasi. Məsələn, fikrin ki, mən istiqlal tələbəm, biri federalistdir, biri İrancıdır, biri də Azərbaycancıdır, beləsi. Bir dana xəbəri versəz bunların hərəsinə, İstiqlalçı onu bir cür yazar, federalçısı bir cür yazar, İrancısı bir cür yazar, Azərbaycancısı bir cür yazar. Çünki o düşüncə, bu düşüncəni mən xəbərə tökürəm. Hər kəlməyi ki orada yazılır, hər sözü ki orada yazılır ta xəbər olsun, o mənim zehnimdən gəlir. O mənim zehnimdəki düşüncəmlə gəlir. Mənim zehnimdəki düşüncənin formətinə
bulaşıqdır, aludədir. Yadınızda olsa neçə dəfə demişəm ki, fars dilinin kəlmələrinin tək-və-təki nəcatpərəstliyə aludədir, həman sözdür. Dəqiqən hər kəlməyi ki, xəbərnigar yazırı, o kəlmə xəbərnigarın siyasi, ictimai, iqtisadi, elmi, ədəbi, payqah ictimai, dərəmədinin azlığı, çoxluğu, onların hamısı ona rəh verir, o kəlməyə. Ona görə o kəlmələri ki, dedim, 10 dana mənası vardır, ağdır, qərədir, istidir, soyuqdur, kəsəcidir, kəsməyəcidir, nə bilim, yumurudur, yoxsa guşəlidir, onlar orada çıxır. Onlardılar ki, bu şeyi şəkil verirlər. İkincisi, sərdəbirlərdir. O adamdır ki, nəhai təsmin tutur ki, bu xəbər bizim veb-saytımızda bu şəkildə geçsin ki, İnsafəli yazıbdır, ya o şəkildə geçsin, Həsənqulu yazır, ya o birisi. Onu da sərdəbirdir. Baxır, deyir ki, bizim burada hangi mənfəətlərimiz var bu xəbəri yazmaqda. Bu xəbəri, əslən yazmağın o sərdəbir sizə deyir ki, bu xəbəri yazın. Çünki o mənfəətləri əvvəl düşünür. Milli mənfəətləri, siyasi mənfəətləri, ictimai mənfəətləri, dostluqları, düşmənçilikləri, nə bilim, uzun müddətli mənafeyi, qısa müddətli mənafeyi, cıqqılı müddətli düşmənçilikləri sərdəbir düşünür, xəbərnigara deyir ki, neynə? Xəbərnigar yazından sonra gətirir, o bəzi kəlmələrin, sözlərin altına xət vurur. Bunları biraz dəyişdirsən, ya cümləni biraz qabağa dalı yaparsan, sansur başlanır. Orada, o zaman ki, gedir ora, onda da dövlətinki başlanır. O da yine burun sazmanıdır. Məmulən böyük sansurlar oradan başlanır ki, dövlət ruznamə, məcəllə, media çap olunur. Bilirsiniz da, məsələn, birdən görürsünüz ki, şəbəkələri, ya interneti, ya ruznaməni çəkir, bağlır. O əsli sansur odur. Sansur nə deməkdir? Sansur edam deməkdir. Xəbərdə. Qanunda, qanun cəza və mücazatda sansur bir adamın edam eləmək üçün onun huzurun fizikən həsf edirsən. Sansur yəni həsf eləməkdir. Ya bir fikri həsf elə, ya bir kəlməni həsf elə, ya bir cümləni həsf elə, ya bir paragrafa həsf elə, ya sən kulli xəbəri həsf elə. İndi ya bir adamı öldür, ya da elə bir şəraitdə qoyun ki, ölməsə də millət üçün bilmirlər vardı, ölüm kimi hesab olsun. Normalda sansurçuluq xəbəri öldürmək anlamındadır. Yəni sansur yapan əslində elə bir istəyir ki, bir dənə adamı edam edir da, belə düşünək. İndi dünyada sansurla mübarizə çox ciddidir. Çox ciddidir. Neçə yüz, indi olar bəlkə 250 ildir, 300 ildir sansurla mübarizə başlanıbdır. Amma mübarizənin ən yaxşısını türklər eləyiblər. Molla Nəsrəddin məcəlləsi var, ha, indi bunun coşlarda çox mərufdur Molla Nəsrəddin adına. O Bəhlul-Məhlul deyir, onların hamısı elə bu Molla Nəsrəddin ki, Bakıda çap olurdu, sonra gəldi Təbrizdə çap oldu, odur. Molla Nəsrəddin məcəlləsində birdən görürdünüz ki, xəbəri yazıbdır ki, məsələn deyirik, 3000 milyard tümən oğurlandı. Xəbərin altında bir dənə belə bir yer çəkir. Ya ağ qoyub, yəni belə xət çəkir. Yəni ki, bu xəbər yoxdur. Hamı görür 3 milyard oğurlandı. Burada xəbər gərək gələydi, 3 milyard nə olubdur? Xəbərdə yoxdur. Nə olubdur? Hamı bilir ki, sansur olub da. Geri boş qalır. Yerinə hesab yazmırdı. İranda o birisi yerlərdə hələ bu xəbəri vermirlər. Yəni, əslən deyirlər, yoxdur. Görmədim tuturlar. Sansur beləsi olur ki, ona görə hissat yazmasan olur sansur da. Amma əgər onun titrin vurasan, ya ona işarə edirsən, amma xəbərini yazmayasan, millət bilər ki, sansurdur. Molla Nəsrəddinin tarixdə sansuru dünyada məşhurdur. Sansurla mübarizə eləməsi çox cəlib bir şeydir. O misalı vırdım, geçək o birisinə. Üçüncü şey ki, bir xəbərin sansurunda mühümdür. Yəni, xəbər olanlar
necəriş və ideolojidir, baxışdır. Xəbəri, məsələn, əgər olar ki, solçudurlar, marksisti, sosialisti, leninisti, maoisti, nə bilən, filan düşüncələri var. Bunlar istəyirlər bir xəbər verələr, ya xəbəri yazılar, o xəbər nə cür eləyəsən marksisti yazılar. Yəni, onlar o şəkildə yazacaqlar. Görürsünüz ki, bir dənə uşaq, məsələn, şeir əzbərləyibdir. Onu yazarlar ki, məsələn, İranda görürsünüz də, o uşağı yazdılar. Dərsayə İslam, nəmdir filan, bir dənə İranlı uşaq 15 dənə ixtirası var, 10 yaşı var, 15 dənə ixtirası var. Bu ideolojik baxmaqdır. Hangi dindən olur, hangi şeydən olur olsun, bu xəbəri sansur elər, öz mənfəətinə, xüsusən indi İranda bu çox şeydir. Bir də vardı, bunu heç yerdə deməzlər, bir də vardı ki, mənafi milli. Bunu heç yerdə deməzlər, mən bunu deyirəm sizə, heç kitabda da yoxdur. Hangi millətin mənafi millisi çox yuxarı olsa, o millət hər xəbəri sansur edəməz. O xəbərləri sansur edər ki, mənafi milli xətərə düşər. Məsələn, Amerikalılar buna görə ki, Amerikanın görüntüsü, şöhrəti, adlılığı dünyada xərab olmasın, heç vaxt gəlib onun bombaranlarından çox danışmazlar. Suriyədə, Əraqda, dünyanın bir çox yerində indi əlan Amerika bombaran edir, adam öldürür. Çox yerində. Libidən tutun gəldi, getdi Əraqa. Çox yerində adam öldürür. Məvadlı müxəddir qaçaqçılığı normalda bu şey təşkilatların əlindədir, ittilaati təşkilatların əlindədir ki, içlərində də mafiyaları vardı. Onlar, xəbərnigarlar normalda bu xəbərlərin üstünə getməzlər. Bir qorxarlar, deyərlər mafiya bizi öldürər, dövlət bizi tutar. Bir ona görə, bir də mənafi milliyə görə. Mənafi milli sizə deyər, hangi xəbəri yazın, Azərbaycanın, İranın, Amerikanın xəbərin yazsaz nəfinədir. Hangi xəbəri yazmayın, yazsaz zərəli nədir? Ya xəbəri nə cür yazın ki, zərəli də olsa az zərəli olsun. Xeyri olsa çox xeyri olsun. Mənafi milli, mənfəəti sazmani, mənfəəti burun sazmanidən və o qapıçılıqdan çox-çox mühümdür. Üçüncüsü qapıçılıqdır, məzərət istəyirəm. Dördüncüsü şeydir. Budur. İdeoloji. Mənafi milli. Mənafi milli çox-çox mühümdür. Azərbaycanlılar mütəəssifanə mənafi millini düşünmürlər, düşünmürük. Heç birimiz, yəni mən özümü deyirəm başda, o birisi dostlarımız da bunun içində. Çünki dövlətimiz olmadığı üçün və 90 il, ta 94 il, 95 il mənafi millini düşünmədiyimiz üçün, yox 95 il, 95 il biz özgə mənafiyin, öz mənafiyimiz düşünmüşük. Adət eləmişik, yəni genetikimizdə, kromozomlarımızda giribdir ki, biz özgə mənafiyin, öz mənafiyimizi tərcih verək. Bəzən deyirlər, Azərbaycanlılar bir-birləri vururlar, Azərbaycanlılar nə bilim, öz şeylərini düşünmürlər falan, bu doğrudur, yəni bunlarla savaşa bilmərik. Çünki 95 il adət eləmişik. Mən bizim evimizlə, famililərimizin biri var idi, mən gündə onların evlərinə 2-3 dəfə gedərdim. Cavanlığımda, çox cavan, nə o cavanlığımda əslində. 2 kilometr arası var idi.
O qət getmişdim, gəlmişdim bu yolu ki, gözümü yumardım. Bilərdim, ayağımı qoysam cola var, su var ya yox. Gedərdim, suya düşməzdim. Gözümü yumub gedərdim. Yəni, neçə dəfələr imtahan eləmişəm, görmüşəm ki, o zaman ki, deyirəm, 13-14 yaşım var idi. Görmüşəm ki, mən 13-14 ilində, məsələn, burada getdiyim, gəldiyim olardı, məsələn, 9 yaşımdan getmişəm, orada gəlmişəm. 9 yaşımdan 14 yaşımıza, məsələn, 5 il. 5 ildə mən o 2 kilometri bilirdim ki, nə var, nə yoxdur. Daşların, çınqıllarınacan bilirdim. Yəni, mənim gözlərimlə yumsaydınız, mən o məsiri gedərdim, o yolu gedərdim. 95 ildir biz bir yola getmişik. Mənafe milli adında bir şey düşünməmişik. Mənafe milli Azərbaycan deyəndə İran zehnimizə gəlibdir. Mənafe milli deyəndə bizim dil deyəndə Farsı zehnimizə gəlibdir. Yaz deyəndə Farsı yazmaq zehnimizə gəlibdir. Onun üçün indi bizim hamımıza çətindir gələk türkü yazaq. Türkü yazmaq bir şey deyil ki, əlifba həmin bu əlifbadır. Dilimizdəki dilimizdir. Hər kəsə desəm, bəlkə biri, indi mən desəm, məsələn, I am going to teach journalism. Bunu desək ki, yazın, bir dənə Farsa desək ki, yazın, I am going to teaching journalism. Yazar ki, məsələn, I am going to teach journalism. Yəni, həmən hurufu əlifbadan başlayır, yazar gedər. İndi əgər istəyək biz türkünü, bir dənə türkü yazaq, ağzımızdan çıxan sözü əlifba içindən yazacağıq. Qapıçılıq. Qapı da i olmaz. Mən burada i qoymuşam. Çılıq. Bundan rahat. Amma biz yazını, diqqət buyurun. Gündəki yazı yazırıq, tekst edirik, mənafe milli bilmirik. Facebook'dakı yazırıq, mənafe milli bilmirik. Farslar bilirlər. Onun üçün dava edirlər. Niyə Farsı yazmırsınız? Farsı dili çox mühümdür, müştərək dildir, filandır, bəhmandır. Amma bizləri ki, 95 ildə adət eləmişik, mənafe millimiz olmasın və farslığın, İrançılığın, farsların mənafe milli düşünmüşük və özümüz olaraq qardaş bilərək demişik ki, okeydir. İndi öz dilimizdə yazmağa arınırıq. Yavaş yazıram. Nə olar? Əvvəl yavaş yazar adam. Ya əvvəl qələti olar. İttifaqən bizim bir də dostlarımız qələt yazanda fərən ona həmlə ilə sən türkü yazma da başarmırsan. Yox qardaş, qoyacaqsan qələt yazsın, qələti yazmasa düzün örgəşməyəcək. Mən 50 ildir Farsı yazmışam, indi istəyirəm türkü başlayam. 50 il təcrübə ilə indi başlamaq bir deyil. Bir də uşaq ki, bu gün gedir əvvəl ibtidaiyə, ya nənədən bu gün olur, onun yol yeriməsi neçə il çəkər? Mən 50 ildir yol yerirəm, o mənlə müsabiqə verə bilməz. Mən 50 ildir türk dili, fars dilində müsabiqə verirəm, yol yerirəm, o uşaq indi nənədən doğubdu. Türk dili indi nənədən doğur, türk dilində yazmaq. Buna irad tutmayacaqsan, yazmağına tutmayacaqsan, istəyəsən köməklik eləyəsən, çox təşviqamiz köməklik eləyəcəksən, mənafe milli buradadır. İndi fikir edin ki, biz Azərbaycanlar, Güney Azərbaycanda deyək ki, yəni İranda deyək ki, 40 milyon deməyək, 35 milyon türk var. Deyək ki, bunların yarısının əlində telefonu var. Yəni 17 milyon yarımın əlində telefonu var. 17 milyon yarım adam gündə hərəsi heç olmasa bir dənə post qoyur. İndi hər yerdə yazsın, Facebook'da yazsın, Telegram'da yazsın, hər yerdə yazsın. Əgər o postun, diqqət buyurun, əgər mənafe millini düşünsək, postumuzu türkü yazsaq, gündə 17 milyon 500 min türkü sənət tolid edərik. Türkçe yazmaq tolid edərik. İndi neçə min dana tolid olur gündə? Bəlkə 3000 dana, 4000 dana. Bəlkə 3000 dana, 4000 dana, bəlkə də 10.000 dana. 17 milyonla 17 milyon 500 min ilə 500 min də gündə yazsaq hesaba gəlməz. Sərvət hesab olmaz. Farslar neçə dana gündə yazırlar? Deyək ki 15 milyondular. 20 milyondular. Yəni əllərində telefon olanları 20 milyon, 15 milyondur.
15 milyon gündə hər neçə post qoysan hamısını farsıca qoyur. Biz də farsıca qoyuruq, onların pullarının üstə gedir də. Fikir edin ki, yazmaq puldur. Hər söz ki yazırıq puldur. Bu pulu öz dəxilimizə salırıq, yoxsa farsın dəxilində salırıq? Mən şəxsən özümü deyim, mən məqalələrimi əgər farsça yazıram, farsın dəxilində salıram. Farsın dəxili güclənir. Bizim vəzifəmiz bu deyil ki, farsın, ingilisinin, ərəbinin, o birisi dillərin, fərhəngin güclədək. Onlar güclüdürlər zaten. Onların büdcəsi var, falanı var. Və milli düşüncə budur ki, biz gərək əl-ələ verək, əvvələn bu 95 il milli, özgə milli mənafeyin, özümüzünki bilmək, burada xod biganəgi, ilinasyon, özündən çıxmaq. Bəzən bizim dostlarımız var, deyir ki, elə özündən çıxıb ki, özünə girənmir. Biz elə özümüzdən çoxumuz sıxmışıq ki, özümüzə girənmirik. Bəzən danışırıqlarına baxıram, görürəm, musiqi Tehranda ya Təbrizdə maşın sürür, musiqi açıbdır, qoyubdur, məsələn, İMO-a ya Telegrama qoyubdur ki, məsələn, mən bu günləri halım xoşdur da gedirəm. Ya halımla xoşdur gedirəm. Azərbaycan musiqisi yerinə fars musiqisi açıbdır. Mən də açaram, yəni musiqi hər dildə qulaq asaram, iradı yoxdur. Amma nə qədər hansından qulaq asırıq? Nə qədər, məsələn, mən bir şey deyim, çox cəlibdir. Mən maşında, üçün fürsətim olmaz gedəm Kanadalılarla oturam falan, gedəmərəm, yəni işimdə budur daha, evdə otururam, işləyirəm, iş üstüm buradır, yəni əslində. Onun üçün, məsələn, mən ingilisi öyrəşməyə fürsətim yoxdur. Dərs oxumağa da dahi getmirəm, onu da tərk eləmişəm. Bəs harada mən ingilisim günü-gündən yaxşılaşacaqdır? Heç yerdir. Təhti o zaman ingilisiyə qulaq asıram ki, maşına minəm, maşın sürəm. Maşın sürəndə radionu açıram, qulaq asıram. Mənim indi 8-9 ildir maşınım vardı, onun içində CD varmış. CD-ləri farsımış bir tedadı. Mən başarmırdım onu nə cür açam. Əxirən çox belə şərif bir qonağımız var idi, görüşdük. Mənə bir türkü CD hədiyyə elədi. Can Zurufçu cənabları. Yəqin Zurufçu cənabları çox gözəl lütf elədilər mənə. Mən başarmadım onu qoyam ora. Onu da başarmadım. CD açıldı, gördük ki, CD-lər də içəridə türkmüş. Farsımış. Ha zamandan onlar oradaymışlar. O kimin hesabına yazılır? Azərbaycan hesabına yazılmır. Fars hesabına yazılır. Farsın hesabına neçə dəqiqə siz orada musiqi qulaq asırsınız, Farsın tarixinə keçir. Farsın kökəlmağına bais olur. Hər neçə dəqiqə ki, mən İnsaf Əli qulaq asıram türküyə, türkü qulaq güclənir. Nə qədər ki, məsələn, orada Zərif Zurufçunun bir şeiri var, orada deyir, muzeyimiz var, bir dənə də bir kəlmə deyir, söz deyir. İndi yadımda deyir, onu gərək bir dəfə də qulaq asam, yazam, sizlərdən soruşam. Çünki bir oxumağı var, Azərbaycanın o zəncirliyindən oxuyur. Bir yerdə deyir, muzeyimiz var, nəmənəmiz var. O nəmənəni mən hər kəsdən soruşdum, burada bilən olmadı ki, nədir? Qətən Azərbaycan Cumhuriyyətində işlənən bir sözdür, bizdə də işlənərdi bu şərtlə ki, rəsmi dilimiz olaydı. O sözü işlətmə yeri olaydı. Biz çox yerdə fars sözü işlədirik, o sözləri işlətmirik. O da orada. Təqribən yarım saat oldu. Bu da bu bəhsimiz, teorik bəhsimiz. Əgər icazə buyursanız bir qıssa ara verək. Qıssa aradan sonra o xəbərlə xidmətinizdə olun və bir 3 dəqiqədən sonra o xəbərlə xidmətinizdə olun. İkinci bölümdə əməli və pratik bölümünə xidmətinizdə olun. Bir 3 dəqiqədən sonra xidmətinizə gələcəm. Buyurun.